Özünü təqdim elə zəhmət olmasa. Mən Gürcüstan vətəndaşıyam. Dumanis rayonunun Arxlı kəndindən gəlmişəm. Hazırda Doktor Seyfəddin klinikasındayım. Adım, familiyam İsayeva Mehriban. Nə gəlibsən Doktor Seyfəddin klinikasında? Nə şikayətlərin var? Mənim şikayətlərim çox idi. Ən birinci, ən zorluq çəkirdim miqrendən. Getmədiyim yerlər qalmamışdı. Nə qədər sistemlər qoşulurdu. Heç bir çarə, heç bir nəticə əldə edə bilmədim. Sənin başqa nə şikayətin var? Mənim başqa xərçək var idi. Mən Türkiyədə də çox müalicə aldım. Sonra Türkiyədən gələndən sonra mən buraya gəldim. Burada nəticəsini çox gözəl gördüm. Sonra təkrar bu mənim 4-cü dəfəmdir, nədir, mən bu doktorun yanına gəlirəm 6 aydan beri. İndi də ki, mən bu doktorun müalicələrinə görə Gürcüstandan 700 manata bilet alıb gəlmişəm. Yoxsa gələsi döyüydüm, havanın istiliyinə görə. Nə müalicəsi? Bax, arıdır, zəlidir, qurvağadır, gözəl məlhəmlərdir. Yəni, burada aptek məhsulu yoxdur. Hamısı təbii məhsullardır. Təbii məlhəmlərdir. Xeyrini gördüyüm üçün danışıram, eşidib yox, yəni nəticəsini aldığım üçün danışıram, Allaha and olsun. Diz oynaq ağrılarıdır, mənim ayağımda tümürlər var idi, onun hamısını əritdi, arı vurmaqla. Gündə 10 arı 8 zəli qoydururam. Mən o qədər razıyam, o qədər Allah da şahidimdir. Mən olanları, nəyin şahidiyəm, nəyin nəticəsini əldə eləmişəm, onu danışıram. Allah kömək olsun, ha mehriban. Çox sağ olun. Allah sizə kömək olsun. Allah sizi elmizə, Azərbaycana, ailənizə çox görməsin. Çox sağ olun, minnətdarım. Bizim kimi ehtiyacı olanlara sizi Allah çox görməsin. Mən çox razıyam. Hamiyə də səslənirəm ki, düz yol gəlin. Allah Taala nə dərdsiz can yaratmayıb, nə dərmənsіз xəstəlik yaratmayıb. Sadəcə lazımdır düzgün istiqamətə getmək. Düzgün istiqamət də bura Doktor Seyfəddin klinikası. Sağ ol, gözəl bacım. Sağ ol. Çox sağ ol. Siz sağ olun.